Rəbb ata, sənin qarşına gəlirik ya Rəbb. Sənin huzuruna gəlirik ya Rəbb. Sənə milyonlar dəfə, milyardlar dəfə şükür edirik ya Rəbb. Nə yaxşı ki sən varsan. Nə yaxşı ki bizim həyatlarımızdasan. Sən olmasaydın, biz nəyin necə olduğunu anlayamazdıq. Sən gəldin bizim həyatımızı dəyişdirdin ya Rəbb. Bizim həyatlarımıza xeyir-dua verdin. Minnətdarlıq edirik ya Rəbb. Hər bir kəsi mən sənin qarşıma gətirirəm. Sənin canlı dirəllərinə verirəm ki, ata. Necə şəkərdən, necə soyuqlamalardan, necə ishaldan, öskürmədən, qızdırmadan və yaxud yoxsulluqdan, işsizlikdən, böyrəkdən, mədə bağırsaqdan, baş ağrılarından əziyyət çəkənlərimiz var. Ata, bunların hamısını mən sənin huzurun altına gətirirəm. O atanın huzuru altına gətirirəm ki, o atada hər şey bəli və amindir. Heç bir müqəddəs yazılarda biz görmədik ki, ata desin ki, mən onu bacarmıram. Mən qızdırmanın dərmanını bilmirəm. O qızdırma ki başlayırdı ata, sənin sözün, sənin hikmətin, sənin bir sözün o qızdırmanı tamamilə yerinə salırdı. Normal. Sən bu cür bir hakimsən, müayinəsən, müalicəsən ya Rəbb. Sən şükürlər edirik ya Rəbb. Bu gün kim nədən əziyyət çəkirsə, bəlkə nicahından əziyyət çəkir. Bəlkə başqa bir əziyyət içindədir. Nə əziyyət varsa, ata onu, o qaranlığı işığa çevirəcək yeganə ata qarşısında dayanmışam və dua edirəm. Ya Rəbb, haraylayıram səni ya Rəbb. Gəl və o vəziyyəti tamamilə aydınlat. Qoy qaranlıq fikirlər, qaranlıq düşüncələr, qaranlıq şübhələr, qaranlıq əziyyətlər onların həyatını tərk etsin və onların həyatlarına sənin huzurun gəlsin. Elə bir huzur ki, ya Rəbb, bu huzur qarşısında heç bir şey dayana bilməsin. Necə ki 12 il qanaxma başından əziyyət çəkən qadın. O sənə yaxınlaşanda ətəyindən yapışacağam, dedi. Və heç bir şey düşünmədi. Bu huzura heç bir kəs maneçilik törədə bilmədi. O yerdə o şəfa baş verdi. Qoy bu gündə kim nədən əziyyət çəkirsə, qoy o qızdırmalar həkimlərlə deyil, stimlərlə deyil, iynələrlə deyil, o acı dərmanlarla da deyil. Ya Rəbb, qoy sənin dediyin kimi insan çörəklə deyil, Allahın sözü ilə yaşar. Qoy o söz o yerdə hərəkətə keçsin və insanlıq tamamilə o gözəl sözü götürüb sağala bilsin. Deyə bilsin ki, həqiqətən də mən Rəbbin sözü ilə yaşayacağam və onun sözünü dinləyəcəm. Onun sözünə biganə qalmayacağam. Onun sözü mənim müayinəm olacaq. Onun sözü mənim ilacım olacaq. İnsanlar bəzən də incinlər axtarır. İnsanlar bəzən müayinə yerləri axtarır. Yaxşı həkimlər axtarır. Savadlı həkimlər axtarır. Ancaq bilmirlər ki, onların başlarının üstündə dayanan izzət dolu bir huzur var. O da sənsən. Sən dedin ki, məni çağırın, mən sizə cavab verəcəyəm. Qoy hər bir kəs, ya Rəbb, İsa Məsih, gəl. Çünki sən mənə lazımsan. Qoy hər bir kəs ishaldan, öskürmədən, qızdırmadan, təzyiqdən, şəkərdən, kanserdən azadlıq ala bilsinlər. Rak dünyanı alıb gedir. Şişlər, kistalar,
insanların bədənlərində özlərinə yer tutmaq istəyir. İsa Məsih ismiyle. Onun adı hər şeydən üstündür. O adla qovuruq. O virusları qovuruq. Ölkə-ölkə gəzən virusları, havanı zəhərləyən o virusları bağlayırıq və atırıq dipsizlərin işlərə. Hər bir kəsin balacasından tutmuş böyüyünə qədər həyatına şəfa axını gəlsin. Qoy onlar sənin o gücünü özlərində hiss edib duya bilsinlər. Qoy elə bu gün tövbə ruhu gəlsin. Hər kəs desin, mən artıq tövbə edirəm. Mən artıq Rəbbə imanla yanaşıram. Mən inanıram ki, o Rəbdir. Mən inanıram ki, o atadır. Mən inanıram ki, o mənim şəfa verənimdir. O mənim gücümdür. Ondan başqa güclü heç bir şey nə yerdə, nə göydə yoxdur. Həqiqətən də qoy o güc hər bir kəsin bədənində, həyatında, şuurunda yenilənsin. Unutduqlarını onlar təzədən yeniləyə bilsin. İsa Məsih ismiyle. İsa'nın diri adıyla ya Rəbb. Böyrəklər sağalsın, ciyərlər sağalsın, mədə bağırsaqlar sağalsın, şuurlar, düşüncələr sağalsın. O şuurlar ki, o qədər fikirdə, düşüncədə yaşayır. Qoy o şuurlara sənin azadlığın gəlsin. Qoy bu günə qədər o azadlıqdan məhrum olanlar bu azadlığı təzədən öz həyatlarında yeniləyə bilsin. İsa Məsihin ismiyle. Ata dua edirəm. Sənin qarşıma gətirirəm ya Rəbb. Əsl müayinə sənsən. Əsl rengin sənsən ya Rəbb. Yoxlarda da belə gələ bilərsən və bizi müayinə edib, müalicə edib, dərmanımızı içirdib gedə bilərsən. Çünki sən atasan, biz yatırıq ancaq sən yatmırsan. Sən oyaqsan, hər bir övladının səsini eşidirsən, duyursan, ağrılarını eşidirsən və sən ancaq gözləyirsən. Sənə üzümüzü tuta bilək, sənə arxalana bilək, sənə güvənə bilək. İsa Məsihin ismiyle. Ata sənə minnətdaram. Hər şeyə görə sənə minnətdaram. Bu çərçivədən qıraqda olan kimlər varsa, hansı ki gözlərə inananlar, başqalarının baxışlarına inananlar, qoy hər bir kəs bu vəziyyətdən azad olsun. Qoy artıq gözündə, nəzərində, onların üzərlərində heç bir şey etməyəcəyinə əminliklə inana bilsinlər. Onların bir qoruyucusu var. Onların bir müdafiəsi var. O da sənsən. Sən bir mühürsən bizim üzərimizdə. Mühürləyirsən bizi. Ya Rəbb, sən mühürləmisənsə, heç bir şey bizə toxuna bilməz. Nə gözlər, nə baxışlar, nə nəzərlər. Bir göz mıncığı və yaxud bir üzərlik bizi qoruya bilməz ya Rəbb. Bizi qoruyan sənə inamımızdır. İnamla yaşayaq ki, həqiqətən sən var olan, var olmuş atasan. Sənin qarşıma gəlirik ya Rəbb. Sənə inamla yanaşmaq üçün, səndə inkişaf etmək üçün, hər bir kəsə ruhani inkişaf gəlsin. Vəhy və hikmət ruhuyla, peyğəmbərlik ənamlarıyla tam dola bilsinlər, yaşaya bilsinlər. Daimi duada möhkəm dayanaq. Daimi başqalarına dua edək. Daimi başqalarını da özümüz kimi sevə bilək. Təlim verə bilək. Özümüz də səndən təlim ala bilək. Ya Rəbb, qoy yaralıları sarıya bilək. Yaralılara məlhəm ola bilək. Qoy həqiqətən sənə bir dost ola bilək ya Rəbb. İsa Məsihin ismiyle. Halleluya. Ata,
oğul, müqəddəs ruh naminə. Amin, amin, amin.